Salam əziz dinləyicilər, hər birinizə xoş gördük. Ümumi sınağın izahını sizlərlə bölüşəcəm. Qaraqoyunlu dövlətinə fərqli olaraq Ağqoyunlu dövləti bir də qeyd olunur ki, Osmanlıları məğlub etmişdir. Bəli, Osmanlıları məğlubiyyətə uğradır 1473-cü il 1 avqust Malatya döyüşündə. Burada bir doğru cavabdır. Osmanlı dövləti ilə dostluq əlaqələri saxlamışdı. Bu hər ikisinin oxşar cəhətidir. Qaraqoyunlu Osmanlı ilə dostluq əlaqələri saxlayan olmuşdu Cahanşah, Ağqoyunluda Osmanlı dövləti ilə dostluq əlaqələri saxlayan isə olmuşdu Yaqubu misal gətirmək olar. Üçdə Səfəvilərlə mübarizə aparan hər ikisi Səfəvilərlə mübarizə aparmış. Qaraqoyunluda Səfəvilərlə mübarizə aparan Cahanşahı misal gətirmək olar. Ağqoyunluda Səfəvilərlə mübarizə aparan Yaqubu misal gətirmək olar. Şirvanla qohumluq əlaqələri, bəli, Ağqoyunlu dövləti Yaqub padşah Şirvanşahlarla qohumluq münasibəti qurmuşdu. Xronoloji ardıcıllığı müəyyən edin. Aşur hökmdarı Adad-Neyr Alinin Azərbaycan tayfalarını tabe etməsi eradan əvvəl 2-ci minilliyin sonu, Turikkilərin Babilistan ərazisində məskunlaşması eradan əvvəl 2-ci minillikdir. Qutilərin Mesopotamiyanın ələ keçirilməsi 3-cü minillik və yaxud da 22-ci əsr, İmaşqun tərəfinə Xırda vilayət hakimləri mərkəzi hakimiyyəti birləşdirilməsi 3-cü minillik və yaxud da 23-cü əsr. Anubaninin şərəfinə qələbə sütununun qoyulması, bu da eradan əvvəl 3-cü minillik və yaxud da 23-cü əsrdir. Burada doğru cavaba gəldikdə, birinci Anubaninin ilk öncə 3-cü minilliyə, eradan əvvəl 3-cü minilliyə aid olan hadisələri yığacaq, sonra da 2-yə. Anubaninin şərəfinə qələbə sütununun inşa edilməsi 5, daha sonra İmaşqun tərəfinə Xırda vilayət hakimləri mərkəzi hakimiyyəti tabe edilməsi, sonra Kutilər Mesopotamiyanı ələ keçirmişlər. Sonra və Turikkilərin Babilistan'da məskunlaşması 2-ci minillik, ən nəhayətində də 1 olacaqdır. Yəni doğru cavab olacaqdır 4-5 olacaq daha doğrusu. 4-5, 3-2-1. Növbəti suala baxırıq. Növbəti sualda AXC-nin AXC 2-ci hökumət kabinetinin mövcudluğu dövründə baş vermişdir. 2-ci hökumət kabineti 19 iyun tarixindən məhz dekabr ayının 7-sinə qədər fəaliyyət göstərmişdir 2-ci hökumət kabineti. Biz də bu aralığa aid olan hadisələri tapacağıq. Əla. Deməli, Milli Şuranın fəaliyyətinin bərpa olunması 16 iyun bu aralığa düşür. Əks-İnqilabla Mübarizə Təşkilatı 1919-cu ilin iyunu bu aralığa, yəni 19 iyun 7 dekabr 1918-ci il aralığına düşmür. 2-ni buradan çıxırıq. Osmanlı dövləti ilə Batum müqaviləsinin imzalanması 1918 4 iyundur. Yəni 2-ci hökumət kabinetindən əvvəlki dövrə 1-ci hökumət kabineti dövrünə aiddir. Hərbi Nazirliyin bərpa olunması noyabrın 1-i, bu da həmin dövrə düşür. Türk dilinin tədrisi məktəblərdə məcburi dil olması 1918-ci il 28 avqust tarixidir. Yəni doğru cavab B bəndə olacaq. Göytürk hökmdarını buradan tapaq. Göytürk hökmdarı Muğan Xaqan və Uyğur hökmdarı Moyonçuru aid oxşar cəhət. Yeni dini rəsmi din elan etməyiblər. Tibet tayfaları mübarizə aparan Moyonçurun yox, bölgü idi. İdarə etdikləri dövlətin sonuncu hökmdarı olması deyil, ondan sonra hakimiyyətli hökmdarlar olubdur. Bir müddət Çini tabeliyin qəbul etməsi, bu da doğru deyil. Və ən sonunda Y variantı doğrudur. Bəli, Çini asılı vəziyyətə salmaları. 5-ci suala baxaq. 5-ci sualda Vestfaliya sülhünün nəticələri. Vestfaliya sülhü 1648-ci ildə imzalanmışdı. Almaniyanın siyasi dağınıqlığı rəsmiləşdirir, doğrudur. Roma papasının siyasi mövqeyi zəifləyir. Bunu da çıxırıq. Dini müharibələr dövrünün yeni başlanğıcı qoyulmur. Əslində bu dini müharibələr artıq sonu deməkdir. Avropada dünyəvilin güclənməsi nə səbəb oldu? Bu da doğrudur. Doğru cavab olacaqdır 1 və 4. Növbəti suala baxaq. 95 tezis. 95 tezisi Martin Luther'in 95 tezindən çıxış etməsi ilə nə başlayır? Reformasiya 2-yə A olacaq. Katolik kilsəsi parçalanır və Katolik kilsəsinin parçalanması nəticəsində də dövlətin dinə tabeliyinə son qoyuldu. 4-də də C olacaqdır. 2A, 4C. B bəndi. Papanın siyasi mövqeyi zəiflədi. Xristiyan kilsəsi də bu 95 tezisdən əvvəl 1054-cü ildə 2 parçalanmışdı. Növbəti Şuşa ilinin elan olunduğu ildə baş vermişdir. Yəni 2022-ci ildə Şuşa ili elan edilmişdir. Yanvar ayının 1-də. Xarı Bülbül Beynəlxalq Folklor Festivalının keçirilməsi ilə məhz 2022-ci ildir. Folklor Festivalı may ayında keçirilir.
Doğru cavab elə 2000 A bəndidir. Xankəndi Zəfər Paradı 2023-cü noyabrın 8-i. Antiterror əməliyyatlarının sona çatması 2023. Sonra Qarabağ Dirçəliş Fondunun təsis edilməsi 2021-in yanvarıdır. Hərbi qənimətlər isə 2021-in aprelidir. Növbəti suala baxaq. 8-ci sualda. Albaniya 5-ci əsr tarixinə aid deyil. Yeni əlifbanın tərtib olunması bəli 5-ci əsrə aiddir. Paytaxtın dəyişdirilməsi 5-ci əsrdir. Sasani məzbanları tərəfindən idarə edilmə 463 5-ci əsrdə, Aquen kilsə 488 5-ci əsrdir. Burada həvari dövrünün başa çatması, həvari dövrünün dövrü başlayır məhz Urnayerin hakimiyyəti dövrünün 313-dən ta həvari dövründə məktəblərin falan, kilsələrin, məbədlərin açılması bu 510-a qədər, yəni 6-cı əsrə qədər davam edir. Burada doğru cavab olacaq Y bəndi. Növbəti 9-cu suala diqqət yetirək. Gəlin bir dəqiqə. Burada 8-ci suala bir də qaydaq. Həvari dövrünün başa çatması deyilir. Mən orada bu dövrü düzgün məlumat vermədik. Həvari dövrünün başa çatması biz deyirik ki 4-cü əsrə qədər. Hansı ki həvari sözü Yunanca elçi, səfir deməkdir. Bu dövr 4-cü əsrə qədər davam edir. İkinci dövr artıq Yunanpərəst dövrdür. Urnayerin dövrü ilə başlayır 313-dən. Burada isə həvari dövrün sona çatması Y bəndi. Bəli, 313-ə qədər bu dövr başlamışdı və yaxud da bu dövr 3-cü əsrə qədər, 4-cü əsrə qədər davam etmişdi. Y bəndi götürəcəyik burada. Növbəti sualda Osmanlı İmperiyasının 17-ci əsr 2-ci yarısı tarixinə aid olanlardır, göstərin. Əla. İndi baxaq, bu dövrlə bağlı biz nəyi qeyd etməliyik? Deməli, Kipr adasının ələ keçirilməsi 1571-ci il idi. Avstriya üzərində qələbələrin əldə edilməsi. Avstriya üzərində qələbələr 17-ci əsrin 2-ci yarısına təsadüf edir. Bəli, 2 doğrudur. Macarıstan və Transilvaniyanın itirilməsi 1699-cu ilin müqaviləsində öz əksini tapmışdı. Bu da 17-ci əsrin 2-ci yarısıdır. Krit adasının fəthi 1669-cu ildir. Yəni bu da 2, 3, 4, 17-ci əsrin 2-ci yarısıdır. Hərbi len sistemin ləğvi isə 1830-dur. Növbəti suala baxırıq. Şah İsmailin 1506-1508-ci də Səfəvi dövlətinə tabe etdiyi əraziləri müəyyən edin. Burada 1506-1508-ci illərdə tabe etdiyi ərazilər Ərəb İraqı və Şərqi Anadolu ərazisi olmuşdu 1506 və 8-ci ildə. Və burada doğru cavab olacaqdı. 10-cu sualda doğru cavab olacaqdı C bəndi. Ərəb İraqı ərazisi. Sonra Osmanlı İmperiyasının 19-cu əsrin 1-ci yarısı tarixinə aiddir. Burada doğru cavab, gəlin baxaq, hərbi len sisteminin ləğvi 1830-dur. 1830. Yeniçəri dəstələrin ləğvi 1826 götürəcəyik. İlk qumbaraçı ocağının yaradılması olacaqdı 18-ci əsr. Tənzimat hərəkatının başlanması 1839-cu il, 1839 və 1876-ya qədər davam etmişdi bu dövr. 1839 olduğuna görə burada doğru cavab olacaq 1, 2, 4. Makedoniya və Bəyazidin Osmanlı dövlətindən qaytarılması 1878-ci ildir. Doğru cavab olacaq C bəndi. Əla, davam edək. Növbəti suala baxaq. Növbəti sual xronoloji ardıcıllığı müəyyən edin. Əla. Deməli, ilk dəfə Avropa nümunəsində təlim görmüş yeni hərbi dəstələrin yaradılması. Bu Səlimin hakimiyyəti dövrüdür. 18-ci əsr götürəcəyik. 18-ci əsr. 18-ci əsr, yəni 1791-ci il 3-cü Səlimin dövrü götürsək, 2-ci Buxarest müqaviləsi imzalanmışdı 1913-cü ildə. Avropa nümunəsində ilk nazirliklərin yaradılması 1826 götürə bilərik. 2-ci Mahmudun hakimiyyət dövrünü, Lalə dövrünün başa çatması da 1730-dur. Doğru cavab burada olacaqdı. Doğru cavab. Deməli, doğru cavab olacaq 4, 1, 2, 4, 1, 2, 4, 1, 3, 2. A bəndi. Növbəti suala baxaq. Uyğunluq deyir, gözlənilmişdir.
Uyğunluq gözlənilmişdir. Potsdam konfransı 1945-ci ildə keçirilir. Krım konfransı da yenə 1945-ci ildə keçirilən konfranslardan biridir. Və bu konfransların gəlin ayrı-ayrılıqda baxaq. İkinci Potsdam konfransı ikinci cəbhə açılmayıb. İkinci deməli cəbhə Tehran konfransının nəticəsində açılması nəzərdə tutulur. Azad olunmuş Avropa haqqında bəyannamənin qəbul edilməsi bəli Potsdam konfransıdır. Beynəlxalq hərbi tribunalın da yaradılması bir dəqiqə Potsdam konfransı deyil burada. Potsdam konfransında ikinci cəbhə açılmayıb. Azad olunmuş Avropa haqqında bəyannamənin qəbul edilməsi Krım konfransı, beynəlxalq hərbi tribunalın yaradılması da Potsdam konfransıdır. Biri olacaqdır C bəndi. Digər Krım konfransına baxırıq. Təzminatın həcminin müəyyən edilməsi bu Krım deməli bir dəqiqə təzminatın həcminin müəyyən edilməsi. Təzminatın bəli cavab çıxır. Mən elə düşündüm ki, burada cavab qoymamışıq. Düzgün cavab bəli çıxır cavab. Deməli C bəndi çıxır. Təzminatın həcminin müəyyən edilməsi bu olacaqdır Potsdam konfransı. BMT-nin iş qaydalarının müəyyənləşdirilməsi bəli bu Krım konfransına aiddir. Deməli 1-ə C, 2-yə B olacaqdır. Clement Attlee Krım konfransında iştirak etmirdi. Deməli bu zaman iştirak edirdi Churchill iştirak edirdi burada. Amma Potsdam konfransında bəli Clement Attlee iştirak etmişdi. Növbəti suala baxaq. Cədvəldə hansı rəqəmlərin yerini dəyişsək düzgün xronoloji ardıcıllıq olar? Baxaq. Qaraxanlı dövlətinin iki yerə parçalanması 1042, Qəznəvi dövlətinin şimal-qərbi Hindistan tutması 1026, Səlcuqların Bağdad tutması 1055, Dehli Sultanlığında xərəclərin hakimiyyətə gəlməsi 1290-dır. Burada deməli nəyin yerini dəyişsə düz gəlir. Deməli burada 1 ilə 2-nin yeri dəyişdikdə cavab doğru olur. 1 və 2-nin yeri dəyişdikdə. 1 və 2-nin yeri dəyişdikdə. 15-ci suala baxaq. 4-cü səlib yürüşündə səlibçilərin varlığına müvəqqəti bir müddət son qoyduğu dövləti burada soruşur. Bir müddət və burada bir müddət sözü yazılmayıb. Bir müddət son qoyduğu ərazi olacaqdır Bizans ərazisi. Doğru cavab olacaqdır 1. Düzgün olmayan fikri müəyyən edin. Albaniyanın Kampsena vilayəti İberlərlə həmsərhəddir. Doğrudur. Kaspilər haqqında ilk məlumat eradan əvvəl 5-ci əsrə aiddir. Albaniya dövləti ilk dəfə Romanın müttəfiqinə çevrilmişdi 1-ci əsrdə, amma burada yazılıbdır ki 4-cü əsrdə. C bəndi olacaq doğru cavab. 17-ci suala baxırıq. Alban memarlığına aid deyil. Alban memarlığına aid olmayan burada Alban memarlığı 3-7-ci əsrləri əhatə edir. 3-7-ci əsrləri. Burada Sündü məscid 920, Xudafərin körpüsü 1027-dir. Bu arada artıq qanuna uyğunluq pozulmuş olur. Növbəti 18-ci suala baxaq. Erkən orta əsrlərə aid olmayan erkən orta əsrlər 3-11-ci əsrlərdir. Avropada isə 5-11-ci əsrdir. Bu dövrə aid olmayan hadisə xaççılar tərəfindən Şərqi Romanın ələ keçirilməsi 1453-cü il. Bu klassik dövrə, orta əsrlər dövrünə aid olan hadisələrdir. 962 Vikinglərin Şimali Amerikaya gəlməsi 1000-ci il aiddir. Zirehli atlardan, cəngavərlərdən ibarət Avropa qoşunu təşkili Karl Martel 8-ci əsr aiddir. Müqəddəs Roma imperiyasının yaradılması aiddir. Suriyanın bəzi əraziləri Krit, Kipr, Şərqi Avropaya yenidən birləşdirilməsi 10-cu əsrdə bu da aiddir. Növbəti 19-cu suala baxaq. Zober və Asvegeni birləşdirən oxşar cəhət hakimiyyəti dövründə paytaxtın Qəbələ şəhəri olmasıdır. Y bəndi olacaq. Xronoloji ardıcılığı müəyyənləşdirən. Xronoloji ardıcılıq ərəblərin Cənubi Azərbaycana daxil olması 639 Qəzvin tutduqdan sonra Abbas Turan taktikasından istifadə edib 1605, Hülaki səltənəti uğrunda mübarizə 1335-də Əbu Səid vəfatından sonradır. Qızıl Ordunun parçalanmağa başlanması 1395 Terek döyüşüdür. Şirvanşahların Hülakilərdən asılığı qəbul etməsi 13-cü əsrin əvvəlidir. Və yaxud da 13-cü əsrin birinci yarısıdır deyə, yəni 2-ci Axstanın dövründən götürək də. Deməli, doğru cavab burada nə olacaq? Doğru cavab olacaq birinci 1,
Sonra gəlir 5. Sonra gəlir sonra 3 4 2 1 5 4 1 5 3 4 2 C bəndi olacaq. Növbəti 21-ci suala baxaq. Səlib yürüşlərinə aid məqamları burada deyir müəyyənləşdirin. Səlib yürüşləri 1096-dan başlayır, amma Klermont kilsə məclisi 1095-ci ildədir. Aralıq dənizin qərb sahilində Qüds, Edessa, Antioxiya və Tripoli aid dövlətlər yaradıldı. Qüds, Edessa, Antioxiya, Tripoli adlı dövlətlər yaratdı. Bu qərb sahilində yox, şərq sahilində yaratmışdı. Ona görə 2-ni də çıxırıq. Edessanın tutulmasına cavab olaraq 2-ci səlib yürüşü başladı. Doğrudur. Papa 3-cü Innokenti yürüşün məsrəflərini qarşılamaq üçün vergi təyin etmişdi. Doğrudur. 3-cü səlib yürüşündə İngiltərə, Fransa, Almaniya kralları iştirak etmişdi. Doğrudur. 3, 4, 5 deyə bəndə olacaq. Doğru cavab. Müəyyən qədər tələskənlik olduğu üçün biraz sualları tez-tez izah etməli oluruq. İnşallah gələn dəfə daha dolğun şəkildə baxaraq. Uyğunluğu müəyyən edin. Uyğunluğu müəyyən edin. Kritdə Knos sarayının tikilməsi. Bəli, bu doğrudur. Bütün tanrıların məbədi adlanır Panteon. Roma poeziyasının qızıl dövrü adlanır eradan əvvəl 1-ci əsrdən eramızın 1-ci əsrin əvvəlinə qədər. Doğrudur. 1-3. Panteon məbədi Yunanistanda yox, Romada yerləşir. Doğru cavab B bəndidir. Justinian və Məlikşah'a oxşar cəhət. Justinian və Məlikşah. Bəli, ölümlərindən sonra dövlət zəiflədi. Justiniandan sonra da Məlikşahdan sonra da doğru cavab Y bəndi. Fatih II. Mehmet və Teymuri Əbsəidə aid oxşar cəhət. Fatih II. Mehmetin hakimiyyət illərini yazaq. 1451-dən 1481-ə qədər hakimiyyətdə olmuş. Teymuri Əbsəid 1451-dən 69-a qədər hakimiyyətdədir. Qaraqoyunlu Cahanşahla əlaqələrin qurulması. Bəli, 2-ci Mehmet də Cahanşahla əlaqələrin olduğunu biz bilirik. Əbu Səid də yenə Cahanşahla əlaqə yaradılmasını qəbul edirik. Bu Teymuri dərsində var idi bu hissə. A bəndi. Ağqoyunlu bəli ilə Əbu Səid müharibə aparmayıb. 2-ci Mehmet aparıb. Paytaxtı dəyişdirməyib. Mehmet dəyişdirib. Bəli, İstanbul. 15-ci əsrin 70-ci ildə hakimiyyətdə olanda bu kişidir. Yəni 2-ci Mehmetdir. Trabzon fəthi də 2-ci Mehmetdir. Yəni A bəndi. Növbəti 25-ci sual Qaraqoyunlu və Ağqoyunlu dövlətin idarəçilik sisteminə aid deyil. Aid deyil. Əlbəttə ki, Y bəndi, vəkil. Vəkil, deməli, burada doğru cavab olacaqdır. Y bəndi. 26-da həm eradan əvvəl, həm də bizim erada hakimiyyətdə olan hökümdar Ariobarzan. Doğru cavab olacaqdır. D bəndi. Növbəti 27-ci suala baxaq. Alban ilahəsinin qızıldan heykəli harada tapılmışdı? Lənkəranda. Eradan əvvəl 1-ci minilliyə aid idi. Sasani dövründə nəsli torpaq sahibliyi necə adlanırdı? Dastakert, C bəndidir. 29-da bu hadisədən sonra Türk-İslam amili Cənubi Qafqazda qəti şəkildə möhkəmləndi. Əlbəttə ki, Səlcuqların Azərbaycana gəlişindən sonra A bəndi. 29A. 30-da Gürcülər Eldənizlərin tərkibində olan torpaqlara olan iddialarına nə vaxt əl çəkdi? 1175-ci ildə. D bəndi.